Murad Qudalov, Nail Çoğlu. Biz bu il saf 2025-ə Robosoka kateqoriyasına qeydiyyat çəkmişik. Bizim komandamızın adı isə Qarabağdır. Biz bu gün sizə bunun qurulmasını izah edəcəyik. Bizə ilk öncəliklə lipo batareya lazımdır. Sonra isə 4 ədəd DC motor və 4 ədəd təkər lazımdır ki, DC motorla təkər birləşdirib təkərin dönməsini təmin edə bilərik. Sonra bizə 1 ədəd receiver, 1 ədəd Arduino Uno və motor sürücüsü lazımdır. Bir də bizə flash lazımdır ki, bunu idarə edək. Artıq bizim işimiz bitdi və demək olar ki, robotumuz artıq hazırdır. İndi isə gedək test edək. İndi isə Arduino IDE proqramından istifadə edərək kodumuzu yazaq. İndi isə biz kodumuzu robota göndərək və gedək test edək.